İdrak liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub. RTV xəbər verir ki, bu barədə Qafqaz Info məlumat verib. Qeyd edilib ki, zərər çəkmiş müəllim şagirdini bağışlayıb və bununla bağlı rəsmi sənəd istintaq orqanına təqdim edilib. Şagirdlə bağlı psixoloji ekspertiza rəyinin nəticələrinə əsasən ona anlaqlılığı istisna etməyən psixi pozuntu müəyyən edilib. Hazırki rəyə əsasən şəxs cinayət məsuliyyətindən azad edilmir. Lakin bu hal gələcəkdə cəza təyin edilərkən yüngülləşdirici amil kimi nəzərə alına bilər. Prokuror yekun ittiham aktını təsdiqlədikdən sonra iş baxılması üçün məhkəməyə göndəriləcək. Qeyd edək ki, hadisə bu ilin fevralında Bakıda yerləşən İdrak liseyində baş verib. İttihama görə 10-cu sinif şagirdi atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gedərək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Şagird Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda 18 yaşı tamam olmadığı üçün 10 ilədək azadlıqdan məhrum edilə bilər.